O ilk illərdə yazdığım şeirlər ki var idi, mənim məktəb müəllimlərimi də maraqlandırırdı amma. Özü də hiss edirdilər ki, mənim çox belə marağım var şeiriyyətə. Həm də mən bədii qiraətlə də məşğul olmuşam məktəb illərində. Tədbirlərdə deməli həmişə bizim Səməd Vurğundan, Mikayıl Müşfiqdən, məşhur tanınmış şairlərin şeirləri ilə çıxış eləyərdim. Və mənim sinif rəhbərim Zərfə müəllimə, Tofiq Bayramın həyat yoldaşı bir gün dedi ki, Marçamal, yığ şeirləri gətir, gəl qoy Tofiq baxsın. Mən də yığdım belə mənim hesabımca güclü şeirlərim, yığdım, getdim Zərfə müəllimə gilə. Çox gözəl qarşıladı Zərfə müəllimə məni. Tofiq müəllim o biri otaqda idi. Çağırdı ki, Tofiq gəl, biz sənin ilə görüşməyə gələn var. O da gəldi, oturdu, tanış oldu, şeirlərimi oxudu, əsəbləşdi. Çox əsəbləşdi. Bu nədir yazmısan? Bu nədir? Nə danışırsan? Yox, Zərifə, bu belə hirslənmiş, çıxmışdı özündən. Mən də elə tutulub qalmışam, ay Allah. Mən axı bu şeirləri yaxşı hesab eləyirəm, amma Tofiq bəyənmədi, Tofiq Bayram bəyənmədi şeirləri. Zərfə müəllimə də elə həyəcanla, mənim üçün ürəyi yanır da, deyir, Marçamal, fikir eləmə, hər şey yaxşı olacaq. Nəysə, mən o evdən ağlaya-ağlaya çıxdım. Amma Tofiq mənə bir söz dedi, Tofiq Bayram. Dedi ki, get Məhəmməd Füzulini oxuy, dönə-dönə oxuy. Mən də o evdən çıxdım, gəldim. İndi 28 may metrosu deyirlər, o vaxt Sabunçu vağzalı. Vağzalın qabağında da bu kitab satışı ilə məşğul olurdular. Həyətdə elə o. Gəldim oradan Məhəmməd Füzulinin seçilmiş əsərlərini götürdüm Göyrəndə. Onu aldım, gəldim evə və başladım Məhəmməd Füzulidən oxumağa.